Buyurmusuz ki, şiyələrimizə deyin, fərəcimiz üçün dua etsinlər. Mənim ağam, bütün hər şey Allahın iradəsindədir. Siz də Allahın nəzdində xüsusi mövqeyə maliksiniz. Ananız Fatiməyi Ətərə ant verirəm sizi ki, özünüz Allahdan fərəcinizi diləyin. Çünki sizin duanız mütləq qəbul olunacaqdır. Ya sahibi əmir, arvahuna ləhul fəda deyərsiz, canımız ayaqlarının torpağına fəda olsun. Dünya zülmlə aşıb daşıb. Biz bugün firaqınızda yanırıq və səbr etməkdən başqa çarəmiz yoxdur. Sizə pənah gətiririk. Siz ki, məzlum cəddinizin yeganə yadigarısınız. Bəşəriyyəti əhatə edən dünyadakı bu qədər zülümdən sənə pənah gətiririk, sevimli Mövlam.